Sizler Ben de arkadaşların adıyla ki burada siz şöyle söylüyorsunuz. Yok, estağfurullah. Onlar tabiidir. Bu kadar gençler gelir. Biz onlar tabii. Sadece isteyirik ki bakın ne kadar faydalı. Ben de onlar uzanıp süt namazı kılınca süt namazı yerlerine varıyorum ama bu suallar cevaplarsan gecem var yani bunlar belki sual veren cevap ola, destek ola, fürsətdir da. Bir de dediğim gibi ben en büyük teessüfüm ondan ibaret ki Allah korusun. Allah evinde olmasa, doğru yolda olmasa, sabah gelip hansı bir günlerde boşanarsınız. Demir parmaklar altında biz gelip orada istemiyoruz. Fürsətimiz var da azadlıqda görüşürük də, məsciddə görüşürük, ibadətimizi edirik, düzgün yolda olacaq. Siz harda olsanız, mən sizi tanımıram ki. Gəlib siz bura fürsətdir ki, mən sizə doğru olalım. Bu mənə vəzifə. Və sizin vəzifələriniz doğru yoldan gedir. Allah Quranda buyurur ki, biz sizə hidayət yolunu göstərir. İstəyirsiniz şükr eləyən olun, siz küfr eləyən olun. Və sənin şükr eləməyində, küfr eləməyində Allahda bir şey dəyişməz. Amma şükr eləsən, Allah sənin üzərində neymətini artıracaq. Görürsən ki, uğur qapıları açılır, şans qapıları açılır, işlərin xeyirli olur, uğurlu olur. Olmasa belə, imanın olduğuna görə dözərsən, səbr edirsən. Amma bir qız sevibsən, verməyiblər qız sənə, qız başqasını sevib, ailə qurub, getdi binanın üstündə özünə qalır. Bunun adına nə deyirlər? İntihar. İntihardan sonra nə olur? Əbədi cəhənnəm. İnsan əbədi cəhənnəmi qazanır. Amma sən iman əhli olsan, deyirsən ki, Allahım, nə yaxşı şeylə bunu mənə qismət eləmədin, mənim canım qurtardı. Sonra illər keçəcək, anlayırsan ki, demək Allah onu sənə qismət eləməyibsə, demək ki, bu işin bir hikmətidir. Hər şeyə sevgidən, yalancı sevgiləri var ki, Allah'ı biz sevsə, Allah'ın sevgisi bütün sevgilərin üstündə. Əsas odur ki, Allah'ı doğru sevir. Yəni, bir qız sevmək də olur, bu da fizyoloji tərəfdən bir tələbdir. Sən gəncsən, sevəsən, ailə qurasan, hə? Ama bir olan bizimle bizim faal gençlerimiz oldu. Başka sual olan var? Varsa verin. Namaz kısakları olan sözler okuyorum. Buyur. Bu keçenki bizim keçen o sualı verirsen bu il verme. Verme bu sualı. Keçen o sualı verirsen. Cevap da vermemişim. Gördün yadımdadır. Keçen verdiğim sual yadımdadır. Gel gelelim, gel. Hediye aldın da mısın? Yakın gel, yakın gel. Elinden aldıranın kadar. Cibindedir. Möhkəm tutursun. Nerede aldın? Geçen de geldim. Musa Ferit. Musa deyirlər. Yok, Ferit. Ferit. Musa Dizmanlı deyir də. Ama bırakmışsan çok. Dizmanlı ise yaxşı deyirlər. Çempiyon olar. Gecənin nə sağ olun? Sağ olun. Niye yok? Hiçbir sağ olun. Sağ olun. Kesinlikle 80 sen. Ben sen yanında gelecek. Niye getirdin? Başka seçilme isteyen var seçin. Çocuğun ünitesi mi? Yok. Gayet dostum lazım. Ben çekimi bilmem açıkçası. Sakla da özünü ya. Birbirinden zor gösterir. Böyle gece biraz böyle gösterirsin. Ben daha çok